Salam hörmətli dinləyicilər. Ədəbiyyat dərsindən Azərbaycan şifahi xalq ədəbiyyatı mövzusu və ədəbi növlər üzərində inşallah izah verməyə çalışacağam. Xoşunuza gələrsə bəyənib paylaşa bilərsiniz, altından rəy yaza bilərsiniz. PDF Güvən Nəşriyyatının ədəbiyyat dərs və saytidir. Onun PDF-inin üzərinə izah verməyə çalışacağım. Azərbaycan şifahi xalq ədəbiyyatı Azərbaycan türklərinin zəngin şifahi ədəbiyyatı vardır. Söz sənətinin ilk örnəkləri qədim dövrlərdə yaranmış, dildən dilə, ağızdan ağıza keçə yaşamış, zənginləşmiş şifahi xalq ədəbiyyatına folklor da deyilir. Buna diqqət etmək lazımdır. Folklor sözü ingiliscədən götürülmüş folk, xalq, lore isə biliş deməkdir. Folklor nümunələri xalqın zəkasının, qüdrətini, bədii təfəkkürünün, gücünü parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin əsrlərin sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr ərqanlığı, dil, üslub aydınlığı, xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatı xalqımızı insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istək, sevgi, nifrət, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm istifadə siyasi hadisələrə münasibəti geniş bədii əksini tapmışdır. Demək, baxın, bu münasibətlərə bədii əks, yəni bədiilik nə deməkdir? Burada emosionallıq, burada məcazilik cəhətdən və s. yanaşmalar. Azərbaycan folkloru öz kök tarixi etibarı ümumi türk folklorunun mühüm hissəsidir. Ümumi türk folkloruna daxildir. Türk xalqlarının yaratdığı nümunə ortaq cəhətlərə malikdir. Qədim türk bədii təfəkkürünün məhsulu olan miflər, dastanlar və s. Türk xalqlarının vahid bir kökə bağlılığını göstərən ortaq dəyərlər sayılır. Demək ki, bu qədim türk bədii təfəkkürün məhsulu olan dastanlar birazdan keçəcək. Türk xalqlarının vahid bir kökə bağlılığını göstərən ortaq dəyərlər sayılır. Bu qədim dövr Azərbaycan ədəbiyyatına keçəndə biz burada türklərin törəyişi, Ergenekon, köç, yaradılış dastanları və s. onları o mövzuya toxunanda biz izahını verəcəyik. Yazılı ədəbiyyatda olduğu kimi şifahi ədəbiyyatında 3 ədəbi növ bir-birindən fərqlənir: lirik, epik və dramatik növlər. Lirik və epik folklor nümunələri daha geniş yayılmışdır, dramatik növ daha az yayılmışdır. Lirik növü şifahi ədəbiyyatındakı janrları əsasən bunlardır: nəğmələr, bayatılar və mahnılar. Şifahi ədəbiyyatında ilk lirik növün ən qədim janrları nəğmələr. Nəğmələr məzmununa görə aşağıdakı qruplara bölünür. Əmək nəğmələri, özləri növlərə ayrılır, holavarlar, sayaçı sözlər, məişət nəğmələri, laylalar, oxşamalar, mərasim nəğmələri, toy və yas nəğmələri, qəhrəmanlıq nəğmələri. Qəhrəmanlıq nəğmələri Dədə Qorqud dastanında və Koroğlu dastanında verilən nəğmələrə misal olar. Mövsüm nəğmələri, bu da ilin mövsümün dəyişmə, fəsillərin dəyişməsinə bağlı oxunan nəğmələr, buna da toxunacaq. Gəlsə, ən başdan başlasaq, nəğmələr. Bu nəğmələr içərisində holavarlar və sayaçı sözlər geniş yayılmışdır. Bu nümunələr şifahi ədəbiyyatın ən qədim janrı hesab olunur. Ən qədim janrı hesab olunur. Holavarlar əkinçiliyi ilə bağlıdır. Holavar əkinçiliyi, sayaçı söz, qoyun. Bundan yadda saxlanılmalıdır. Əkinçi cütçü öz ağır əməyini güzəşdirmək üçün müəyyən ritmi, ahəngi olan nəğmələr demişlər ki, bu nəğmələrə holavarlar deyilir. Cütçü əkin-biçin zamanı holavar səsləndirərək öküzə müraciət edir. Qısaca, holavar, öküz, belə əlaqələndirmək olar, yadda saxlamaq olar. İş prosesdə ona güvəndiyindən söz açmışdır. Öküz, öküz, xan öküz, dırnaqları qan öküz, sən çotana gücə ilə, mən də deyim can öküz. Nümunədə işlənən öküz, çotan sözləri onun holavar olduğunu deməyə əsas verir. Yaxud, çotanım daşdan gələr, dönər o başdan gələr. Hodaqçının süfrəsi yenə o başdan gələr. Burada da açar sözümüz çotan və hodaqçı deyə olar. Sayaçı sözlər qoyunçuluqla məşğul olan insanların nəğmələridir. Sayaçı sözlərdə kəndli həyatına qoyunçuluğun böyük əhəmiyyəti göstərilir. Çoban ailəsinin rifahını təmin edən qoyuna müraciət edir. Onun xeyir, bərəkət gətirməsini rəğbətlə danışır. Demək, sayaçı sözündə də qoyunçuluqla əlaqələndirmək olar və yaxud da sayaçı sözünü çoban buna əlaqələndirmək olar. Nənəm anazlı qoyun, qırqovul gözlü qoyun, pendiri kəsmə, qatığı üzlü qoyun. Sayaçı sözlərində qoyun, quzu, keçi kimi heyvanların adı çəkilir. Demək, sayaçı sözlərində qoyun, quzu, keçi. Bunlar açar sözlərimiz ola bilər.
Nümunədə qoyuna müraciət edilməsi onun sayaq sözü olduğunu deməyə əsas verir. Yaxud nənəm ağ qara qoyun, düşmə gəl dara qoyun, azarsan tapan varam, sürünü ara qoyun. Burada da qoyun belə deyək də, sayaq sözümüzə bu açar söz misal ola bilər. Məişət nəğmələri. Bu nəğmələr içərisində laylalar və oxşamalar geniş yayılmışdır. Laylalar ananın nənələr körpə uşağı yatırmaq istəyəcək oxuduğu nəğmələrdir. Oxşamalar isə körpə oyandıqdan sonra onu əzizləmək, sevmək üçün oxunan nəğmələrdir. Çox vaxt bunları iki misradan ibarət nəqarətlər, laylalardan gedir söhbət. Laylalar əsasən dördlü şeir formasında olur. Çox vaxt bunları iki misradan ibarət nəqarətlər də əlavə olunur. Laylay gedim yatasan, qızıl gülə batasan, qızıl gülün içində şirin yuxu tapasan. Baxın, bu hissə nəqarət. Balam layla, alayla, körpəm layla, alayla kimi olur. Oxşamalar körpəsini əyləndirmək, əzizləyib oynadan ananı oxuduğu nəğmələrdir. Oxşamalar oynaq, şən, ritmik olmaqla yanaşı həm də zarafatlı ifadələrlə zəngindir. Oxşamaya bəzən nazlama da deyilir. Oxşamalar ikilik və dördlük şəklində olur. Laylalar dördlük şəklində idi, oxşamalar isə ikilik və dördlük. Balama qurban inəklər, balam haçan iməklər, tüstüsüz damlar, sarı badamlar, tənbəl adımlar, bu balama qurban. Atın tutun bu balamı, şəkərə qatın bu balamı, şəkərdən acı olsa götürün atın bu balamı deyə nümunə verilmişdir. Mərasim nəğmələri xalqın məişəti güzaranı ilə bağlı toy və yas nəğmələrdir. Toy nəğmələri elçilik, nişan alma, toy zamanı olan şahid nəğmələrdir. Bu nəğmələrdə xalqımızın ailə, məhəbbət, sədaqət kimi mənəvi dəyərlərinə söz açılır, yeni qurulan ailə, xoşbəxtlik bağlı diləklər ifadə olunur. Zülf töküb üzə dilbər, çıxıb da düzə dilbər, duvaq salın üzünə, gəlməsin gözə dilbər. Burada duvaq salın deyəndə bilin ki, toyla bağlıdır. Mərasim nəğmələri bir növdə ağlardır, insan ölümü faciə ilə bağlıdır. Bu nəğmələrdə yaxın doğma adamın ölümündən doğan dərin kədər, qəm hissləri ifadə olunur. Ağlaram ağlar kimi, dərdim var dağlar kimi, xəzəl olulan tökülmən viranə bağlar kimi. Burada ağlamaqdır, dərddir. Sonra viranı sözü bizə buna kömək edə bilər ki, tapaq. Qəhrəmanlıq nəğmələri. Bu nəğmələrdə xalqın iki doğulan düşmənlə döyüşə qəhrəmanlığa, mərdliyə səsləyir. Bayaq qeyd elədik, Koroğlu dastanı və kitabları dastanında bu nəğmələrdə misal verilir. Dəlilərin bugün dava günüdür, müxənnət ordusu talanmaq gərək. Buna misal. Mövzu nəğmələri ilin müxtəlif fəsilləri ilə bağlı olub, yaz, yay, payız, qış haqqında təsəvvürləri əks etdirir. Bu baxımdan aşağıdakı nəğmə maraqlıdır. Üçü bizə yağıdır, üçü cənnət bağıdır, üçü yığır gətirir, üçü vurur dağıdır. Bu da ilin fəsillərinə söhbət gedir. Gün çıx mövzu nəğməsi günəş çağırmaq məqsədilə, qodu nəğməsi isə uzun zaman yağışın kəsilməsi üçün keçirilən mərasim ifadə edilir. İl quraqlıq keçəndə isə yağışı çağırma mərasimi qurular, nəğmələr oxunarmış. Yazın gəlişi ilə el bayramına çevrilmiş, el şənlikləri Novruzla bağlı nəğmələr ifadə edilmişdir. Hal-hazırda Azərbaycanda da Novruzla bağlı Novruz şənlikləri keçirilir və orada nəğmələr səsləndirilir. Bayatılar, bu artıq nəğmələrə aiddir. Kövrək həzin duyğuları, səmimiyyəti, məhəbbəti insan könül dünyası əks etdirir. Bayatı həzmdə kiçik olur, bir bənddən ibarət olur, dərin məna ifadə olunur. İnsan məhəbbəti, vüsal, ayrılıq, bunlar düşür. Məhəbbət, vüsal, ayrılıq, həsrət duyğuları, ümid, nisgil, vətənin müqəddəsliyi ifadə olunur. Mövzu məzmun baxımı bayatdan aşağıdakı növləri vətən sevgisi, məhəbbət, ayrılıq, mərdlik, mübarizlik, qorxması. Üç yerə bölünür. Bayatlarda 4 misradan ibarət olur, 7 hecadan ibarət olur. A, B-A şəklində qafiyələnir. Vətən yaxşı, A, kətan yaxşı, A, B, A deyə qafiyələnir. Bayatda birinci və ikinci misra, son ikinci misrada söylənəcək fikir üçün zəmini hazırlayır. Yəni birinci, ikinci, belə deyək də, birinci və ikinci misralar, bu ikisi zəmini hazırlayır. Üçüncü, dördüncü misralarda ifadə olunur əsas fikir. Bu iki misrada əsas fikir ifadə olunur. Bayatı ilə bağlı bir qeyd var. Həm janr, həm də şəkildir. Nəğmələr, mahnılar elə nümunələri var ki, onlar formaca bayatıya oxşasalar da bayatı deyil. Məsələn, verilmiş nümunəyə nəzər salaq. Bostanda tağım ağlar, basma yarpağım ağlar. Sağ durduqca mən özüm, ölsəm torpağım ağlar. Bu,
Bayatıya göründü, oxşuyur. Yəni formaca bayatıya oxşaya bilər, amma bayatı deyil. Nümunə bayatı formasında bir bəhdəyə ibarət 4-3 olması, A, B şəkli qafiyəmiz hər misrada 7 çalınması bayatıya bənzəyir. Ancaq məzmuna nəzər saldıqda onun bayatı deyil, ağı olduğu müəyyən olur. Yəni burada ağlar, torpağım ağlar. Burada baxsaq, burada bir qəm, kədər, həzin duyğular var. Ona görə də qəm, kədər, əfal ruhiyyəsi güclü olur deyir burada. Mahnılar özünə məxsus musiqi havası olması ilə lirik növün digər janrlarından fərqlənir. O nisbətən sonrakı dövrlərdə yaranmışdır. Qaragilə, apardı sellər, Saranı İrəvanda xalq almadı. Sadəcə mahnılarında xalqın ruhu, sevinci, kədəri, ən zəif duyğuları, təbiəti, məhəbbəti və s. var. Mahnıların testlərdə ən çox düşən xüsusiyyət bax bu hissədir şagirdlər. Musiqi havası olması özünə məxsus digər janrlardan fərqləndirir. Evimizin qabağında bu gələn axtı, Qaragilə yar gələn vaxtı. Yarım gəlib çıxmayır, ovqatım taxt. Ovqatım təlx olmaq ifadəsi var burada. Qaragilə ovqatım taxtdır. Dərbənd aralı, könlüm yaralı. Bir qız sevmişəm Qaragilə, ellər maralı. Bu da Qaragilə, burada qeyd etdiyimiz Qaragilə mahnısıdır. Hələlik bu qədər. Çox sağ olun. İnşallah növbəti dəfə epik növün izahını verməyə çalışacağım. Çox sağ olun.